Ukrayna prezidenti Vladimir Zelenski ölkənin siyasi və hərbi elitasını hədəf alan qorxunc bir planın üstünü açıb. Zelenski Rusiyanın xüsusi xidmət orqanlarının Ukraynanın ali rəhbərliyinə qarşı geniş miqyaslı sui-qəsd planlaşdırıldığını bəyan edib. Zelenskinin sözlərinə görə Rusiya tərəfi hazırda hədəf qrupuna daxil olan şəxslərin koordinatlarını və hərəkət trayektoriyasını fəal şəkildə izləyir. Rusiyalılar hazırda bizim harda yerləşdiyimizi, harda olduğumuzu və hara getdiyimizi intensiv şəkildə axtarır. Zelenski xüsusilə diqqətə çatdırıb ki, bu ölüm təhlükəsi təkcə olan şəxsini əhatə etmir. Kremllə bağlı sui-qəsd planlarının hədəfində Ukraynanın digər yüksək rütbəli dövlət rəsmiləri, ordu komandanlığı, kəşfiyyat rəhbərliyi və xüsusi xidmət orqanlarının rəhbər şəxsləri də yer alır. Hərbi və siyasi ekspertlər bu açıqlamanı Kiyevdə təhlükəsizlik tədbirlərinin ən yüksək qırmızı səviyyəyə qaldırılmasını rəsmi siqnalı kimi qiymətləndirir. Qeyd olunur ki, Ukrayna daxilində Rusiyalı agentura şəbəkəsinin və diversant qruplarının zərərsizləşdirilməsi üçün xüsusi əməliyyatlar daha da gücləndirilib.